Qurban Bayramı ərəfəsində heyvan bazarında qiymət artımı gözləntiləri artıq ənənə halını alıb və statistik məlumatlar bu ildə tendensiyanın düşmədiyini, əksinə bir neçə əlavə faktorun qiymətlərə təzyiq etdiyini göstərir. Məsələyə iqtisadi reallıqlar və istehlakçı davranışı prizmasından yanaşanda ortaya aydın bir mənzərə çıxır. Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qlobal Infoya bildirib, onun fikrincə qiymət artımı realdır və məntiqlidir. Çünki istehsal xərcləri kəskin yüksəlib, yem, baytarlıq dərmanı, nəqliyyat və saxlama xərclərində son bir ildə 20%-ə yaxın bahalaşma qeydə alınıb. Fermer üçün bu xərclər birbaşa maya dəyərinə təsir edir. Heyvanı saxlamaq, kökəltmək, şəhər bazarına gətirmək əvvəlki illərlə müqayisədə xeyli baha başa gəlir. Fermerlər bazarın qaydasını yaxşı bilir. Bayram qabağı tələb pik həddə çatır və ona görə də qiymətlər artır. Yəni, burada artıq iqtisadçının dediyinə görə bu ilki bahalaşma daha çox belə deyək, reallıqdır və indiyə qədərki bahalaşmaların ən pik həddi ola bilər. Ən vacib məqam isə vaxt faktorudur. Təcrübə göstərir ki, bayramdan əvvəlki son 2-3 həftədə qiymət təxminən 15% artır. Yəni, mayın əvvəlində 800 manata təklif olunan dana mayın 25-26-sında 900-920 manata satıla bilər, yəni bayram ərəfəsində. Buna səbəb son günlərdə alıcı axınının artması və satıcının artıq endirim etmərəm, onsuz da alacaqlar psixologiyası, ümumi qiymətləndirmə aparanda 15-25% deməli artım proqnozu daha real görünür.